Salam, hər vaxtınız xeyir olsun. Demin 9-cu siniflər üçün olan riyaziyyat kitabından, yəni topludan funksiyalar bölməsinin 50-dən sonraki suallarının izahlarına baxacağıq. 1-dən 50-yə qədər olan sualların izahı kanalda yerləşdirilib, istəsəz keçib baxa bilərsiniz. Burada isə 51-dən davam edəcəyik. Başlayaq uşaqlar. Deyək ki, bu parabolanın təpə nöqtəsi hansıdır? Bax, indi sizə bir şey deyəcəm. Normalda parabolanın təpə nöqtəsini tapmaq üçün konkret düsturlar var. Amma bu cür verildiyi zaman düsturu unudursuz. Rahat yol var. Rahat yol nədir? Baxın, təpə nöqtəni necə tapıram? X və Y-i bilməliyəm. Yəni, nöqtənin X-i olur, bir də Y-i olur. Baxın, Y-i tapmaq üçün gəlirəm, mötərizədən qıraqda dayanan bu yazıq 2 var ya, burada mənfi 2, amma mənfisinə baxın. Bax, o bizim Y-imizdir. Mötərizənin içi, mötərizənin qabağı ilə işimiz yoxdur, o boş yerədir. O elə belə veriblər, ona fikir vermirik. Mötərizənin içərisində olan bu X üstə gəlinsin 3-ü sıfıra çevirən qiymət isə olur bizim X-ımız. İndi bunu sıfıra çevirən qiymət nədir? Bax, 3-ü atacam o yana, olacaq mənfi 3. Vəssalam. Deməli, nədir? Mənfi 3. Demək ki, təpə nöqtəmizin X-ı mənfi 3, Y-i mənfi 2-dir. Mənfi 3, mənfi 2 harada var? Təbii ki, C variantında. Deməli, 51-də cavab C variantı oldu. Gördünüz, deməli, necə oldu? Parabolanın təpə nöqtəsini tapmaq üçün bizə əgər bu cür verilibsə, qıraqda dayanan o yazıq ədəd olur bizim Y-imiz, mötərizənin içini sıfıra çevirən qiymət isə olur X-ımız. Mötərizənin qabaqdakindən işimiz yoxdur. Məsələn, bu qıraqda dayanan nədir? Y. Mötərizənin içi nədir? X üstə gəl 7. İndi X üstə gəl 7-ni sıfıra çevirən ədəd hansıdır? Yəni, bu nə vaxt sıfır olar? 7-ni o tərəfə atanda işarəsi dəyişər, olar mənfi 7. Deməli, birinci həmişə X-i yazıram. Deməli, X mənfi 7-dir. Y-də nədir? Müsbət 5. Mənfi 7, müsbət 5 haradadır? B variantıdır. Deməli, 52-də cavab B-dir. İndi 53-ə baxın bir dənə. Qıraqda dayanan nədədir? Mənfi 7. Deməli, Y-i mənfi 7 haradadır? Bax, bunun Y-i mənfi 7, bu mənfi 7 deyil. Y-i mənfi 7 olan A, B, D. Bunların üçündən biridir. Mötərizənin içi nədir? X çıxılsın 5. Nədən 5 çıxanda 0 eləyər? 5-dən. Deməli, bax, burada X-in yerində 5 olmalı. Deməli, 5, 7. Hansı variant? B variantı. Əvvəlində özüm ilk testlərdə özüm detaylı göstərirəm. Sonrakilərdə artıq hər dəfə belə xırda-xuruş şeyləri yazıb vaxt itirməyə ehtiyacımız yoxdur da. Biz şifahi də baxa bilərik, düzdürmü? Məsələn, bax 54-ə gəlin baxaq. Qıraqda dayanan ədədimiz oldu nə? Y-imiz. Yəni Y-i 3 olan hansıdır? Bunun Y-i 3 deyil, mənfi 3-dür. Bunun Y-i 3 deyil, mənfi 3-dür. Y-i 3 olanlar B, D, Y-dir. İndi bax, bu X çıxılsın 2-ni sıfıra çevirən X nədir? 2. Düzdürmü? X-i 2 olmalıdır deməli, Y-i 3. O da hansı variant? Y variantı. Vəssalam, qutardı getdi. Deməli, bax, belə tapşırıqlarda təpə nöqtənin koordinatını tapmağı artıq öyrəndiniz. Keçirib 55. Görə 55-də bizə nə deyir elə? Kəsişmə nöqtəsi. Aha. Baxın, uşaqlar. Funksiyalar bölməsi elə bir bölmədir ki, burada ancaq qeydlər götürməlisiniz özünüzə. Yəni, mən gedim, açım kitabı, əzbərliyim, qayda kitabını əzbərliyim, onunla nə olmur uşaqlar? Baxın, mən sizə deyirəm, kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün bunlar bərabərləşməlidir. Bax, qeyd götürün, kitabla yanaşı o qeydlərlə siz əmin olun ki, testlərin 80%-ni işləyə biləcəksiniz. Nədir? Bərabərləşdirir bu ikisini. Yəni, 3x üstə gəl 11 ilə 4x üstə gəl onu bərabərləşdirəcəm. Neynəyəcəm? Dəyişənləri yığacam bir tərəfə. 4x-i gətirdim 3x-in yanına. İşarəsi dəyişdi, oldu mənfi 4x. İndi 10 öz yerindədir də, onunla işim yoxdur. 11-i atıram onun yanına. 11-in qabağı nədir? Müsbət. O tərəfə getdi, oldu mənfi 11. İndi baxın, 3-dən 4 çıxanda eləyir mənfi 1x, düzdürmü? 10-dan 11 çıxanda eləyir mənfi 1. İndi x-i da tapmaq üçün nə eləyərəm? Mənfi 1-i mənfi 1-ə böləndə də cavab eləyər 1. Deməli, kəsişmə nöqtəsinin x-ini tapdım 1. Bax, x-i 1 olan, həmişə x birinci yerdə dayanandır. Bax, x-i 1 olanlar hansıdır? A, D, Y. Bəs mən Y-i necə tapım? Heç nə, hansındasa birində yazın yerinə. Bax, götürək bunu.
Y bərabərdir 4x üstə gəlinsin 10. Və gətirim x-in yerinə nə yazım? 1 yazım. Burada x-in yerinə 1 yazsam 4 vur 1 üstə gəl 10. Nə eləyəcək? 14. Deməli y-də 14. Hansı variant? D A variantı. X-i 1, y-i 14. Davam eləyək uşaqlar. 56-cı sual. Yenə eyni şəkildə. Bax, mən tövsiyə eləyərəm ki, öyrənmək istəyirsinizsə, təbii ki, siz öyrənmək üçün hazırlaşırsınız imtahana, öyrənmək üçün bu video dərsdən istifadə edirsiniz. Bir dənəsinin izahına baxanda digərini özünüz işləyib video ilə yoxlayın. Bax, x üstə gəl 3 ilə 12 çıxılsın 8x-i nə edəcəm? Bərabərləşdirəcəm. Bax, hər dəfə dəyişənlər nədir? Bax, budur. Ola bilər ki, aranızda kimsə tənlik həll eləməyi bilməsin. Təbii ki, funksiyalara qədər gəlib çıxmısınız. Siz bu cür sadə tənlikləri həll etməlisiniz. Bilmirsinizsə, indi mən sizə onu da göstərim. Həmişə, bax, dəyişənləri bərabərliyin bir tərəfinə yığırsınız. Bax, görürsünüz, bu x onsuz da bərabərliyin harasındadır? Sol tərəfindədir, düzdürmü? Bax, bu mənfi 8-i də gətirək bura. Amma mənfidir deyə işarəsi dəyişib. Olacaq müsbət 8. İndi bu 3-ün bu x-in yanında nə işi var? 3-ü aparım atım 12-nin yanında da, o 12 ilə dostdur. İndi 3-ü onun yanına aparanda da müsbətdə axı olacaq mənfi. İndi baxın, bu bir dənə x-dir, bu 8 dənə x-dir. Toplayanda eləyəcək 9x bərabərdir. 12-dən də 3 çıxsam eləyər 9. X də bərabərdir. 9-u 9-a bölərəm, eləyər 1. Və salam. Deməli, mən x-i nə tapdım? 1 tapdım. İndi gətirək burada hansındasa ibadə. Bu rahatdır. Görürsünüz, x üstə gəl 1. Gətirim burada yazım yerinə. Y bərabərdir. 1 üstə gəl 3 eləyəcəkdir 4. Deməli, y 4-dür. Həmişə birinci x-i yazın. Sonra y-i yazın. İndi 1, 4 hardadır? B variantındadır. Uşaqlar, davam eləyək 57 ilə. Təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Ən sevdiyim suallardır bunlar. Baxın, mərkəzdən keçir. Mərkəzdən keçir. Mərkəzdən keçirsə, deməli, bunun B-si yoxdur. B deyilən bir şey yoxdur burada. Yəni, bu düz xəttdir də. Ümumiyyətlə, düşünək. Düz xəttin qrafiki nədir? AX üstə gəlinsin B şəklində. Mərkəzdən keçəndə, deməli, bu Y bərabərdir sadəcə AX-dir. Yəni, burada B söhbəti yoxdur. Bəs mən A-nı necə tapım? Baxın, bizə burada bir nöqtə verib də, bunu boş-boşuna verməyib ki, bunun X-i 3-dür. Hardan bildim deyə, burada 3 yazıb. Y-də 3 yazıb, düzdürmü? Və gətirəcəm X-in yerinə 3 yazacağım, Y-in də yerinə 3 yazacağım. Yəni, 3 bərabərdir, A vurulsun 3-ə. İndi buradan da A-nı tapmaq üçün nə edərəm? 3-ü 3-ə bölərəm, cavab eləyər 1. Deməli, A 1 imiş. Deməli, Y bərabər bayaq AX demişdim. Deməli, o 1x imiş. Biri də x-ə vuranda elə x eləyir də. Deməli, Y bərabər x, C variantı. Aydındır mı? Davam eləyək. Digərində isə, uşaqlar, əyri, tək, belə gəlir. Deməli, burada bir mənfi söhbəti var, 58. Yenə də mərkəzdən keçirsə, deməli, bu Y bərabər AX-dır. Bax, fikir verin, bunun x və bu nöqtənin x-i mənfi 2, Y-in müsbət 2-dir. Bax, x-in yerinə mənfi 2, Y-in yerinə müsbət 2 yazıram. 2 bərabər A vurulsun mənfi 2. A-nı da tapmaq üçün 2-ni mənfi 2-yə bölərəm, cavab mənfi 1 eləyər. Demək ki, Y bərabərdir. A mənfi 1 vuraq x, Y bərabərdir, mənfi x olacaq. Y bərabər mənfi x hayandadır? A variantındadır. 59-a baxaq. Deməli, deyir B-nin hansı qiymətindədir? Qrafik koordinat başlanğıcından keçir. Bax, koordinat başlanğıcı, yəni düz ortadan keçir. Özüm bayaq dedim də 0 olanda, olmayanda, B olmayanda, B olmamalıdır ki, o koordinat başlanğıcından keçsin. B variantı. Bilmədiyiniz hər şeyi götürün, dəftərinizə qeyd eləyin. Bax, qeyd eləməsəniz, nəticəniz yaxşı olmaz. Özdə funksiya bölməsi elə bir bölmədir ki, yəni tez yaddan çıxacaq. Ona görə mütləq qeyd eləyin, başınız sakit olsun. Deməli, 59-da B aldıq, 60-da. Yenə də, bax, koordinat başlanğıcından deyir keçir. Koordinat başlanğıcından keçmək üçün B 0 olmalı. B-nin orada nə işi var? 61-ə baxaq. Funksiyası, bunun tayı o tərəfdədir. Özü bu yandadır, tayı o tərəfdədir. Variantları yəni o tərəfdədir. Y bərabərdir 2x kvadratı üstə gəl 12. 2x kvadratı üstə gəl 12. 2x kvadratı üstə gəl 12. 2x kvadratı üstə gəl 12.
İndi ki, hansı nöqtə buna aiddir? Heç nə. Neyəcək? Gətirib x var. X, məsələn, A variantı necə yoxlayaram? Gətirib x-i yazaram və 12-ni yazaram x-in yerinə. Y-i də yazsam bunun yerinə yoxlamalıyam da. Və fikirləşək. 2 vurulsun. 12-nin kvadratı 144 üstəgəl 12. Məntiqinizi bir sığışdırın da bunu. 2-ni 144-ə vurub üstünə 12 gələndə heç 2 eləyər? Yox, eləməz. Ona görə heç A variantı ola da bilməz. Yəni, özümü boş-boşuna yormuram. A variantı ola bilməz. İndi B-yə baxsam, bax, yenə də. Mən dəqiq yadımda qaldı. Bir dəqiqə. Hə, dəqiq yadım, düz yazmışam. Bax, indi baxın. Gətirib burada B-in x-in yerinə x 49 yazıram. 7 yazıram daha doğrusu. 7-nin kvadratı 49. 49'u 2'yə vursam nə eləyər? 98. Düzdür. 80, 18. Hə, 98 üstə 12 gəlsəm 100 eləməz. Bu da getdi. İndi C-ni yoxlayıram. X-in yerinə 2 yazsam. 2-nin kvadratı 4. Düzdürmü? 2 vuraq 4 üstə gələ 12. Nə eləyəcək? 8 üstə 12, 20. 12 eləmir. Bu da getdi. Bunun da işim bitdi. Keçirəm indi D variantına. D variantından baxaq. Bax, x-in yerinə nə yazacağım? 8. Yəni 2 vurulsun 8-in kvadratı üstə gələ 140. 8-in kvadratı 64 eləyir. Üstə gələ 140 yox, üzr istəyirəm, çaşdım burada. Üstə gələ 12. 8-in kvadratı 64 eləyir. 64-ü 2-yə vursam nə eləyər? 128. 128. Onun da üstünə 12 gəlsəm, bəli, 140 eləyəcək. Elə cavab burada D variantıymış. Davam eləyək. 62-yə baxaq. Yenə yoxlayaq. Bax, x-in yerinə gətirək burada 0 yazaq. 0-ın üstünə 7 gələndə 8 eləməz. Deməli, bu deyil. A variantı deyil. B variantın gəlin yoxlayaq. Bax, x-in yerinə mənfi 1 yazsam. Mənfi 1-in kvadratı eləyər 1. 1-in üstünə 7 gəlsəm eləyər 8. 7 eləməz. Deməli, B variantı da deyil. C-ni yoxlayaq. C, bax, 8 gətirib bura yazsam. 8-in kvadratı 64. 64-ün üstünə 7 gəlsəm 15 eləməz. Deməli, C də deyil. Bunu yoxlayaq. Bax, x-in yerinə 1 yazsam. 1-in kvadratı 1. Üstünə 7 gəlsəm, hə, 8 eləyər. Bax, D variantı oldu. Yenə gəldi. Bax, təpə nöqtəsi. Dedi ki, yazıq qıraqda dayanan y-dir. Y-imiz 5-dir. Bunu 0-a çevirən qiymətdə nəyin üstünə 3 gəlsəm 0 eləyər? Mənfi 3-ün. X bərabər mənfi 3. Bax, indi elə bir ki, koordinatımız var. X-in mənfi 3-ün qeyd eləyirəm. Y-in 5-in qeyd eləyirəm. Bax, bunları birləşdirdim bu nöqtə. Bu nöqtə hansı rübdədir? Bax, bura 1-ci rüb, bura 2-ci rüb, bura 3-cü rüb, burada 4-cü rübdür. İndi bu hansı rübdə oldu? 2-ci rübdə. Onda cavab olacaq D variantı. Deməli, (64) Yenə də uşaqlar, təpə nöqtəmizin y-i var, x-i var. Y dedik ki, bu qıraqda dayanandır, mənfi 3, y-dir. İçərinidəki 0 eləyən 5 yox ha, mənfi 5. Budur. İndi gəlin bunu quraq. Mənfi 3 buradadır. Bax, x-in mənfi 3-ü buradadır. Y oxunun da mənfi 5-i aşağıdadır. Bunları birləşdirəcəm. Hansı rüb? Bu 1-ci rübdür, bu 2-ci rübdür, bu 3-cü rübdür, bu da 4-cü rübdür. Harada yerləşdi? 3-cü rübdə. Cavab B variantı. Keçdik. 65. Hansı düz xətt ordinat oxuna paraleldir? Baxın, qayda. Bilmirsinizsə qeyd eləyəm. Ordinat oxu dedikdə, ordinat y deməkdir. Absis x deməkdir. Bilmirsinizsə yenə də deyirəm, bu ikisini qeyd eləyəm. Deməli, ordinat budur. Yəni y-dir. Absis budur. İndi baxın. Ordinata paralel bir xətt çəkirəm. Ordinata paralel. Bu ordinata paraleldir. Bu ordinata paraleldir. Bu xəttlərin hamısı x
bərabər nəsə, məsələn, bax, bu nöqtəyə mən -4 desəm, bu x bərabər -4 nöqtəsidir. Məsələn, buna mən 7 desəm, bu x bərabər 7 düz xəttidir. Deməli, x bərabər hər hansı bir ədəd yazsam, bu ordinat oxuna paralel düz xətt olacaq. Amma desək ki, apsis oxuna paralel, o da tərsinə y bərabər hər hansı bir ədəd olacaq. Məsələn, baxın, qələmin rəngini dəyişdirəcəm. Məsələn, apsis oxuna bir dənə belə paralel xətt çəkirəm. Bu məsələn tutaq ki, 3 olsa, bu y bərabər 3 düz xətt olacaq. Deməli, qaydamız necə oldu? Ordinat dedikdə y, apsis dedikdə x nəzərdə tutulur. Ordinata paralel desə, x bərabər hər hansı bir ədəd, məsələn, x bərabər 3, x bərabər 4 və s. Apsisə paralel deyəndə y bərabərdir hər hansı bir ədəd. Y bərabər 3, y bərabər 4 və s. İndi ordinata paraleldir. Ordinata paralel deyəndə orada x bərabər olanı, yəni y variantını götürəcəyik. Böyük ehtimal ki, digərində də apsis oxuna paralel deyir. Heç nə uşaqlar, burada da apsis oxuna paralel deyirsə, deməli y bərabər olanı götürəcəyik. Yəni b variantını götürəcəyik. Yaxşı? Yəni burada artıq belə şeylər yoxdur. Sadəcə y, yəni nəsə bir ədədə bərabər ya da x hansısa bir ədədə bərabər olacaq. Bax elə. Qaydalarınızı götürün, əzbərləyin, öyrənin ki, qabağınıza çıxanda rahatçılıqla yaza biləsiniz. Bax, belə şey gəlib 9-un imtahanına düşə bilər. Düşəndə peşman olacaqsınız ki, ayda keşke vaxtında öyrənərdim, bu cür sadə bir sualı yazardım. Bax, mənim şagirdlərim olur bəzən. O qədər tənbəl olurlar ki, oy bu nə idi? Bu nə idi? Hə, bundan yazırdım. Hə, o qədər tənbəl olurlar ki, deyirlər ki, öyrənmirik, öyrənmək istəmirik. Nə olar da, nə yazaram da. Dərsdən nə öyrəndim. Bax, belə gəlirlər. Amma gedirlər sınağa, o qədər rahat. Bax, məsələn, deyir ki, çevrənin uzunluğunu tapın. Çevrənin radiusu tutaq ki, 3 olarsa, çevrənin uzunluğunu tapın. Bir dənə uzunluq düsturu var da, 2 pi, olacaq 6 pi. Başa düşdünüz, bilmir axı bunu. Götürürük 3 p'ni qeyd eləyir. Nə bilim, nə oldu orada oxşar, ürəyi hansını istəsə qeyd eləyir. Gəlib deyirik ki, məsələn, bir dənə bu düsturda da 1000 dənə işləmişik bundan. Yadında saxlayardın vaxtında, gedib yazardın. Belə deyəndən sonra elə peşman olur ki, kəş vaxtında bu sadə şeyləri öyrənərdim. Yəni siz çox zəif olsanız belə, yəni bazanız çox zəif olsa belə, ən azından siz sadələrini öyrənin ki, gedib imtahanda özünüzə uyğun bal toplaya biləsiniz. Biri var, heç nə yaza bilməyəsiniz 9-un imtahanında. Amma bir də var ki, heç olmasa yəni özünüzə uyğun bir bal toplayasınız da, yəni daha yaxşısını toplaya bilərsiniz. Yox, mən heç nə bilmirəm, öyrənə bilmirəm, çətindir bunlar, zəifəm, nə olar desəz, İnanın ki, heç nə alınan deyil. Amma çalışsaz alınacaq. Heç olmasa yəni sadə şeyləri özünüzə qeyd edib öyrənin. Çalışın ki, nəticəniz olsun. Çalışmayan heç kəsin heç bir nəticəsi ola bilməz. Nəysə, çox danışdım. Davam eləyim. 67. Nə deyir burada? OX oxu ilə kəsişmə nöqtəsini tapın. Bu, mən bayaqlar dedim, səhv eləmirəmsə. Bəlkə də keçən dəfəki videoda da mən milyon dəfə demişəm bunu. OX ilə kəsişəndə yadda saxlayırsınız, y bərabər 0 olur. OX ilə kəsişəndə y 0 olur. OY ilə kəsişəndə isə, bax buradan qeyd edirəm, siz də yazın. OX ilə kəsişəndə y bərabər 0, OY ilə kəsişəndə x bərabərdir 0 olur. Mən neyəcəm? Y-ə 0 deyəcəm. Şimdi götürüb buradan y-ə 0 deyirəm. 0 bərabərdir 7x üstəgəl 21. 7x-i atacam bu yana, çünki öyrəşmişəm ki, x solda olsun. X də bərabər 21-i mənfi 7-yə böləndə mənfi 3. Y-ə 0 dedi, x da mənfi 3 idi. Deməli, mənfi 3, 0 nöqtəsi. Hayandadır o mənfi 3, 0 nöqtəsi? A variantında. Gördünüz? Keçək 68-ə. İndi 68-də də eyni şey. O x-la kəsişir. Deyirsə, y-ə 0 deyirik. Gətirib buradan 0 yazacağım. 0 bərabər mənfi 2x üstəgəl 6.
Mənfi 2x atacağım bu yana olacaq. Müsbət 2x bərabər 6. X bərabər 6-nı 2-yə bölsəm 3. Y-ə zaten 0 demişdim. Nöqtəmdə birinci x-i yazıram. Sonra y-i yazıram. Cavab 3, 0 hayandadır? B variantında. Devam eləyək 69-dan. Deməli, funksiyası üçün f mənfi 2-ni tapın. Ay uşaqlar, belə suallarda bəzən uşaqlar çaşırlar ki, bu nədir? F mənfi 2 nə olan şeydir? Çaşmağa ehtiyac yoxdur axı burada. Burada fx deyirdi, burada f mənfi 2 deyir. Bax, fikir verin, x-i nəyə əvəzlədi? Mənfi 2. Deməli, biz nə etməliyik? X-a mənfi 2 verməliyik. Gərək özü desin ki, x bərabər mənfi 2 olduqda hesabla. Demir də, indi çətinləşdirmək istəyir biraz. Cümləni dəyişdirib fərqli cür vermək istəyir ki, görüm uşaqlar nətər başa düşür. Heç nə, siz də bilin ki, x-in yerinə nə olmalıdır? Mənfi 2. Gətirin burada x-in yerinə mənfi 2 qoyun. Baxın, mənfi x kvadratı. Mən əvvəl olduğu kimi bunu köçürdəcəm. Bəzilərinizə bir şey demək istəyirəm. Xahiş edirəm, diqqətli olun. Mənfi 2-nin kvadratını götürüb 4 yazırlar bura. Ay uşaqlar. Mənfi burada qabaqdadır. Bax, sanki bu bilirsiniz nə deməkdir? Mənfi 1 vurulsun x kvadratı deməkdir. Mötərizədə deyil ki, siz buradan mənfi qoyanda müsbət 4 alasınız. Mötərizədə olsaydı, hə. Burada xahiş edirəm, diqqətli olur. Mənim uşaqlarım da götürüb burada səhv eləyirlər bəzən. Bax, əsəbləşirəm. Axı bu qabaqdadır. Mənfi 1 vurulsun. Hə, gətirib burada mənfi 2-nin kvadratının yerinə 4 yaza bilərsiniz. Olar. Üstə gəl 2 vurulsun. Mənfi 2. Üstə gəlinsin 3. Yəni x-in yerinə gətirdim burada mənfi 2 yazdım. İndi baxın. Mənfi 1-i 4-ə vurdum. Mənfi 4. 2-ni mənfi 2-yə vurdum. Mənfi 4. Üstə gələk 3. Mənfi 4-dən mənfi 4-ü toplayanda mənfi 8. Üzərinə də 3 gələndə cavab eləyəcək mənfi 5. Deməli, cavabımız nə oldu? Mənfi 5, B variantı. 70-ə gəlin baxaq. Deyir ki, A parametrinin hansı qiymətində funksiyanın qrafiki bu nöqtədən keçir? Bax, nöqtədən keçəndə nə baş verir? X ilə Y qiymət alır. X olur mənfi 3, Y olur 0. Bax, x olur mənfi 3, y olur 0. İndi bu bilik mənim nəyimə lazımdır? Heç nə, gətirib burada yerinə yazacağıq. X-in yerinə mənfi 3 yazacağıq, y-in yerinə mən burada 0. Hə, y-in yerinə 0 yazacağıq. Bax, y-in yerinə 0. 0 bərabərdir A vuraq mənfi 3. Yəni mənfi 3 A. Çıx A, üstə gələk 4. İndi mənfi 3 A ilə mənfi 1. Bu mənfi 1-dir də. Mənfi 3 ilə mənfi 1 nə eləyəcək? Mənfi 4A bərabər, üstə gəlinsin 4. Mənfi 4-ə atacağım 0 tərəfi olacaq. Müsbət 4A bərabərdir 4-ə. A da bərabərdir 4 bölək 4, yəni 1. Deməli, A neçə almalıymış? 1 almalıymış A variantı. Keçək 71-ə baxaq. Deməli, yenə də eyni şəkildə A parametrinin hansı qiymətində y bərabər ax plus A plus 4 funksiyasının qrafiki A nöqtəsindən keçir. Bu nöqtədən keçəndə x 3 olur, y 0 olur. Nə edəcəm? Harda x gördüm 3, harda y gördüm 0 yazacağım. Bax, burada y-ə 0 yazıram. 0 bərabərdir A vuraq. X-in yerinə nə yazıram? 3. Üstə gəl A, üstə gəl 4. İndi mən də A vur 3 əvəzinə 3A yazımda da bu qədər uzatmayaq. 3A ilə A-nı toplayanda eləyəcəkdir 4A. Üstə gəlinsin 4. 4A-nı bu tərəfə atacağım. Olacaq mənfi 4A bərabərdir 4-ə. A da bərabərdir 4-ü mənfi 4-ə bölsəm mənfi 1. Demək ki, cavab nə oldu? Mənfi 1 oldu. A variantı. 72. Hansı xəttidir? Baxın uşaqlar, qeydiyyatınızı aparın. Xətti funksiyada x-in üzərində heç nə olmamalıdır. Yəni 1, görünməz 1. Amma kvadratik funksiyada x-in üzərində 2 olmalıdır. Başqa heç nə olmamalıdır. Bu 1. İkincisi, məxrəcdə x olmaz. Həm xəttidə, həm kvadratda. Heç birisində məxrəcdə x olmaz. İndi baxıram. Məxrəcdə x var. Atdım bunları, getdi. Bunlar mənə lazım deyil.
Məxrəcdə ədəd ola bilər ha, amma x ola bilməz. Aha, bir də mən dedim axı x-in başında ancaq heç nə olmamalıdır da. Məsələn, baxın, bu 1 olar, 4 də olar. Amma burada x-in başında görsünüz 2 var, atdım getdi. X-in başında 2 var, atdım getdi. Hansılar olur? 1 ilə 4, A variantı. Görürsünüz? Bir dənə sadə bir qaydanı bilməklə. Mən əminəm ki, videoyu izləyən hər kəs bu iki qaydanı bilərək o testin cavabını tapa biləcək. Mən buna 100% əminəm. Ona görə bax, bəziləriniz hər dəfə deyir ki, mən eləyə bilmirəm. Eləyə bilmirəm, yox. Eləmək istəmirsən. Xahiş edirəm, diqqətli olun, öyrənin, çalışın, həvəsli olun ki, nəticəniz də olsun. Yoxsa mən oturum hər gün deyim ki, mən onu bilmirəm, mən bunu bilmirəm, mən bacarmıram. Belə desəm nə var idi ki? Təyin oblast. Bax, bilmirsinizsə yenə də qeyd edin. Təyin oblast deyəndə ancaq x-a baxırıq. Qiymətlər çoxluğu deyəndə isə y-ə baxırıq. Yaxşı, qeyd edin bunu. İndi mən nə edəcəm? X-a baxacağam. Yəni görün bu funksiya x-in hansı qiymətində təyin olum? Yəni mən x-a nə verə bilərəm, nə deyə bilərəm? Bu baxıram ki, mən hardan bilim? Bax, oturmuşam, fikirləşirəm. Mən hardan bilim ki, buradan x-a nə deyə bilərəm? Bax, görürəm ki, məxrəc var. Bax, mən ibtidai sinifdən bilirəm ki, məxrəcdə 0 olmaz. Deməli, bax, diqqətli olmalıyam burada. Bax, burada diqqətli olmalıyam. Yəni, bu məxrəcdəki 3x çıx 6 0 olmamalıdır. Oradan da mən mənfi altını o tərəfə atıb bunu həll eləməyə çalışsam, 6-nı 3-ə bölsəm 2 eləyər. Deməli, x 2 olmamalıdır. Bəs 2-dən başqa hər şey olar? Hə, olar. Bir dənə 2 olmasın. İndi 2-nin olmadığı, 2-ni çıxartdığımız variant hansı variant olacaq? Bax, gəlin düşünək. Mən mənfi sonsuzluqdan və ədəd oxunu gözümüzün qabağına gətirək. Mənfi sonsuzluq buradadır, müsbət sonsuzluq buradadır. Mən mənfi sonsuzluqdan gəlirəm. 2-də dayanıram. 2 olmaz. 2 mənim üçün qanunsuz bir ədəddir. 2-ni çıxıram. Amma 2-dən müsbət sonsuzluğa qədər hər şeyə gedə bilərəm. Deməli, mənfi sonsuzluqdan 2-yə qədər 2 olmaz və 2-dən müsbət sonsuzluğa qədər hər şey. Belə yazmağım o deməkdir ki, 2 olmaz. Amma belə yazsaydım 2 olar deməkdir. Mən 2-nin olmasını istəmədiyim üçün belə yazdım. O da hansı variantda var? B variantında var. Bax, özüm hər şeyi sizə detaylı izah edirəm ki, deməyəsiniz ki, mən onu başa düşmədim, onu başa düşmədim. Yenə də harda deyir ödənər var? X-in yox, burada başqa şey soruşur. X-in hansı qiymətində deyir? Y bərabərdir mənfi 6 bölü x funksiyası üçün y 0-dan böyük olar. Yəni ki, y nədir? Bax, y nəyə bərabərdir? Mənfi 6 bölünsün x-a bərabərdir. Bax, y-in qiyməti budur. Deyir ki, 0-dan böyük olsun. 0-dan böyük olmaq nə deməkdir? Yəni, müsbət olsun deməkdir. İndi mən istəyirəm ki, bu müsbət cavab olsun. İndi bax, məntiqlə fikirləşirik. Mənfi 6-nı mənfi bir ədədə bölsəm cavab müsbət eləyər, yoxsa müsbət ədədə bölsəm? Təbii ki, mənfi ədədə bölsəm. Deməli, x nə olmalıdır? Mənfi olmalıdır. Yəni, x 0-dan kiçik olmalıdır. Yəni, mənfi sonsuzluqdan 0-a qədər hər şey ala bilər. 0-a ala bilərmi? Ala bilməz. Niyə? Çünki məxrəc 0 olmaz. Yəni, mənfi sonsuzluqdan 0-a qədər. Yoxdur, həvdiyə B variantı. B variantı oldu. Daha sonra davam eləyək. 75-lə. Təpə nöqtəsi. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın deyir. Bax, yenə də qıraqda dayanan, təkdən, tənha dayanan bu şey, bu ədəd mənfi 10, y-in aldığı qiymətdir. X-i 0-a çevirən qiymət nədir? Elə 0-ın özü. Çaşmırıq. İndi bayaqdan x üstə gəl 3-ün kvadratı, nə bilim x çıx 5-in kvadratı, nəysə belə bir şeylər idi. İndi bu yoxdur, təkdir də. Tək x kvadratı nə vaxt 0 olur? Heç nə, x bərabər 0 onda çaşmırıq. X 0, y mənfi 10. Hardadır? C variantında. Aha, 76-ya baxaq. Deməli, 76-da bizə deyir ki,
Y bərabər 2x plus b funksiyasının qrafikinə görə k və b üçün verilənlərdən hansı doğrudur? Baxın uşaqlar. Mən sizə demişəm ki, əgər bu xətt sola əyilibsə, deməli bunun k-sı mənfidir. Sağa əyiləndə müsbətdir. Deməli k mənfidir. K-nın mənfi olduğu variantlar hardadır? K-nın mənfi olduğu variantlar D və Y variantında. Keçdim B-yə. İndi bu xətt Y-i harda kəsibdir? Burada. Bura Y-in mənfisidir yoxsa müsbəti? Təbii ki, mənfisidir. Onda belə çıxır ki, B mənfi olmalıdır. İndi K da mənfi, B də mənfi. Hansı variantdadır? Y variantında. Keçək digər varianta. Baxım görün bu. Aha, keçək digər testə daha doğrusu 77-yə. 77-də də həmçinin eyni şəkildə. Nə edəcəyik? Baxırıq. Sola əyilmə var, düzdürmü? Sola əyilibsə, deməli bunun k-sı, yəni x-in qarşısı k müsbətdir. Bura müsbətdir. İndi baxıram. Bu amma mərkəzdən keçib. Mən bayaqdan neçə dəfə demişəm ki, mərkəzdən keçəndə B 0 olur. Deməli, bunun B-si 0-dır. B-nin 0 olduğu variantlar bu 3 variantdır. Deməli, bu K-da, yəni 2-ni onsuz da nəyə vursam müsbət eləyəcəkdir. Ona görə K-da müsbət olmalıdır. Cavab B variantı. 78. Bax, yadda saxlayın. Arqument x deməkdir. X-in hansı qiymətində? Funksiyanın qiyməti isə y deməkdir. Bax, deməli, üzr istəyirəm. Deməli, bax, nə edirik? Yadımızda saxlayırıq nəyi? Arqument deyəndə x nəzərdə tutulur, funksiyanın qiyməti deyəndə y nəzərdə tutulur. Bax, arqument, yəni x-in hansı qiymətində bunun qiyməti mənfi 2-yə bərabər olar. Bax, yazıram. 2x çıx 4, aşağısında 3 bərabər mənfi 2 olar. Mənfi 2-nin də məxrəci 1-dir. Nə edəcəm? Çarpaz vuracam. 2x çıx 4-ü 1-ə vuranda elə 2x çıx 4 edəcək. 3-ü də mənfi 2-yə vuranda mənfi 6 edəcək. Həll edin bunu. 2x bərabərdir. Mənfi 4 o yana gedəcək. Olacaq müsbət 4. 2x bərabərdir. Mənfi 2-yə. X bərabərdir. Mənfi 1-ə. Argumentin hansı qiymətində? Mənfi 1 qiymətində. B variantı doğru cavab variantı oldu. Keçək 79-u yazaq. P-nin hansı qiymətində düz xətti bu nöqtədən keçir? Yəni də deyirəm, nöqtədən keçir deyəndə nə edirik? X-a mənfi 1, Y-ə mənfi 5 deyirik. X-a mənfi 1, Y-ə mənfi 5 deyirik. Baxın, X nə oldu? Mənfi 1. Çıx. P vurulsun, mənfi 5. Bərabərdir 4-ə. Bu mənfi ilə bu mənfi bir-birini aparacaq, olacaq müsbət. Mənfi 1 o yana gedəcək, olacaq müsbət 1 və P bərabər olacaq 5-ə. Boy, niyə alınmadı? Baxaq bir dənə, görün mən nəyi səhv elədim. Mənfi 1 qoydum, müsbət, burada 5 olmalıdır da, 5, görsünüz, necə diqqətli olmaq lazımdır. P də bərabərdir 5 böl 5, yəni 1, doğru cavab D variantı oldu. 80. Yenə Ayşalar, asan, su kimi suallar. Sağa doğru əyilibsə, deməli bunun K-sı müsbətdir. Y-i kəsdiyi nöqtə buradır. Burada da ki, Y hansı qiymət alır? Müsbət qiymət alır. Demək ki, B də müsbətdir. K müsbət, B müsbət. Doğru cavab B variantı olur. Keçək 81 yazaq. Yenə də baxın, sola doğru əyilmə varsa, demək ki, K-sı müsbətdir. Kəsişdiyi, Y ilə kəsişdiyi nöqtə buradır. Burada Y nədir? Mənfi. Deməli, B-si mənfidir. K müsbət, B mənfi, K müsbət, B mənfidir A variantında. 82. Mənfi 3, 8 cütü 5x plus by bərabər 25 tənliyinin həlli olarsa, B-ni tapın. Bu cüt nə deməkdir? O cüt deyəndə x mənfi 3 olur, y 8 olur. Bu tənliyin həllidirsə, deməli 5x üstə gəl by bərabər 25 tənliyində x-a mənfi 3 deyəcəm, y-ə 8 deyəcəm.
5-i -3-ə vuracam. -15. B-ni 8-ə vuracam. 8B bərabərdir 25-ə. 8B bərabərdir. -15 o yana atacam. Eləyəcək -15. Üstə gələk 25-ə. 8B bərabərdir. 15-in üstünə 25 gələndə 40. B bərabərdir. 40-ı 8-ə bölsəm 5. B5 hansı variant? Y variantı doğru cavab variantıdır. Keçək 83 yazaq. 83. Deyir ax kvadratı üstə gəl bx üstə gəl c funksiyasının qrafikinə görə A və B, AB, C əmsallarının işarəsini təyin edin. Aha, gəldi əsas məsələyə. Baxın uşaqlar. A-nın işarəsini necə təyin edirəm? Bundan birinci dəfədə işləyirik. Qeydiyyatlarınızı götürün. Əgər qollar parabola gülürsə, deyə belə. Gülən smailik, yəni qollar yuxarıdırsa. Deməli A müsbətdir. Ağlayırsa, yəni qollar aşağıdırsa, demək ki A mənfidir. İndi baxın, burada nə qayırır? Gülür. Deməli, bunun A-sı nədir? Müsbət. Baxıram ki, burada bir dənə A müsbətdir. Qalan hamısını, daha doğrusu mənfi buradaydı, onu sildim. Müsbətlər saxladım. Gəlirəm B-yə. Baxın uşaqlar, B də burada eyni şəkildədir. Nə edirəm? Y oxu ilə kəsişdiyi nöqtəyə baxırıq. Nöqtəyə bax. İndi bax bu qrafik. Bax bu qrafik. Y oxu ilə harda kəsişib? Bax burada. İndi burada bu nöqtə müsbətdir yoxsa mənfi? Bax aşağıdakı aşağı mənfidir də. Onda belə çıxır ki, B mənfidir. Aydındır? B mənfidir. B-nin mənfi olduğu variant da hardadır? Bu deyil. Bu deyil. Qaldı o tərəf. Qaldı bir dənə C. Aha, üzr istəyirəm uşaqlar. Nəyə görə üzr istəyirəm? Mən Y oxu ilə kəsdiyi nöqtə C. Bu C-dir. Bu C-ni göstər. Çox üzr istəyirəm. Gecədir. Saat 1-ə qalıb. Üzr istəyirəm belə bir səhvə yol verdiyim üçün. Təkrar edirəm. C-nin işarəsini təyin edəndə Y oxu ilə kəsişdiyi nöqtəyə baxırıq. Yəni bu aşağıdakı göstərdiyim bu nöqtə var. Bu C-ni bildirir. Yaxşı? Deməli C nə olmalıdır? Ay, hamısını sildim. Heç nə. A-sı müsbət, C-sini təyin edirəm. Burada mənfi idi. C-si mənfi. C-nin mənfi olduğu variantlar da A və C variantları. İndi gəlirəm B-yə. B-ni necə təyin edəcəm? Baxın. Mənim parabolamın təpə nöqtəsinin koordinatını tapmaq üçün bir düstur var. Mənfi B bölünsün 2A düsturu. İndi baxın, təpə nöqtə hardadır? De burada. Təpə nöqtəsinin x-i. Təpə nöqtəsinin x-i bax buradır. Bax bura x oxunun, bax x-in müsbət yeridir yoxsa mənfi? Yəni bu imenli bu müsbətdir yoxsa mənfi? Mənfidir də, düzdür? Deməli bax bu mənfidir. Yəni mənfi B-ni 2A-ya böləndə cavab mənfi eləyir. Düzdürmü? İndi baxıram. A necə bir ədəddir? Müsbət ədəddir. Yəni mənfi B bölünsün 2 vurulsun hər hansı bir müsbət ədəd. Cavabımız mənfi olmalıdır. Bax, indi fikirləşək. 2-ni müsbət ədədə vursaq, cavab nə eləyər? 2-ni müsbət bir ədədə vursam, cavab nə eləyər? Müsbət. Onda aşağısı, yəni kəsirin məxrəci müsbətdir. Düzdürmü? İndi baxın, cavabın mənfi olması üçün. Cavabın mənfi olması, bax bu mənfi var ha, bu mənfi. Bununla işimiz yoxdur. Yəni bu mənfi 1 vurulsun B deməkdir. İndi mənfi 1-i müsbət bir ədədə bölsəm, cavab nə eləyər? Mənfi. Düzdürmü? Hələ B ilə işimiz yoxdur. B-ni bilmirəm. Deməli, mənfi bir ədədi B-yə vursam, cavab mənfi eləyər. İndi mənfini mənfiyə vuranda mənfi eləyər, yoxsa müsbətə vuranda mənfi eləyər? Təbii ki, müsbətə vuranda. Deməli ki, B nə olmalıdır? Müsbət olmalıdır. Yəni B də oldu, müsbət bir ədəd. A müsbət, B müsbət, C mənfi, A variantı. Bilirəm, B-ni tapmaq biraz sizə çətin oldu.
Amma burada sadəcə addımlar çoxdur. Sizə yəni çətin görünməsinin səbəbi çətin olması deyil. Bu asandır. Sadəcə addımlar biraz uzun oldu. Məsələn, bir dənəsində işləyək. Sizə tam aydın olsun. 84-ə gəlin baxaq uşaqlar. 84. Bax, ağlayır bu, üzü aşağıdır. Nə olacaq A-sı? Mənfi. A-sı mənfidir. S dedik, nəyə baxırıq? S üçün Y oxuna baxırıq. Y oxun bax bunu burada kəsib. İndi bu nöqtə müsbət deməkdir, yoxsa mənfi? Bura müsbət deməkdir. Deməli, S müsbətdir. Gəlirəm B-yə. Təpə nöqtəsi, bax, təpə ən başda dayanan, bax bu. Buradan bunun X-i nədir? Bura müsbətdir də, düzdür? X-i müsbətdir. Yəni, X0-ın, buradan mən düsturunu qeyd edirəm. Mənfi B bölünsün 2A ilə. Dedik ki, təpə nöqtə müsbət olmalıdır. Cavab müsbətdir. A mənfi bir ədəddir. A-nın yerinə mənfi bir ədəd yazırıq. Bu mənfi ilə bu mənfi bir-birini aparır. Olur müsbət. Deməli, B-ni 2-yə böləndə cavab müsbət eləməlidir. 2 necə bir ədəddir? Müsbət bir ədəddir. Müsbəti müsbətə bölsən müsbət eləyər də, mənfini müsbətə bölsən mənfi eləməz ki, deməli ki, B-dən nə olmalıdır? Müsbət olmalıdır. Bu qədər sadə. Yəni, analiz eləməliyik. Bizim analiz etmək qabiliyyətimiz olmalıdır. Ardıcıllıqla düşünməliyik. Burada biz ardıcıl düşünərək variantı tapdıq. A mənfi, A-nın mənfi olduğu variant. Bu variantlardır. C müsbət olmalıdır. B-dəki müsbət olmalıdır. Deməli, A mənfi, C müsbət, B müsbət. C variantı doğru cavabdır. Keçdik 85-ə. Deyir ki, 8x çıxılsın 2y bərabər 14 düz xəttinin qrafiki. Absisi 3 olan nöqtədən keçir. Absis bayaq dedim, nədir? X. Yəni, bu x bərabər 3 demək istəyir əslində. Uzada gedir. Qısa şəkildə demir ki, x bərabər 3 qoyub y-i tap da. Bunu demir də. Uzadır başqa elmi cümlələrlə ki, biraz uşaq çaşsın. Amma biz nə edirik? Təbii ki, çaşmırıq. X-in yerinə 3 qoyuram. 8 vuraq 3, çıxaq 2y bərabərdir 14. Bizə nə istəyir? Ordinat. Ordinat da nədir? Y. Deməli, biz buradan y-i tapmalıyıq. 24 çıxılsın 2y bərabərdir 14-ə. Mənfi 2y bərabərdir 14 çıx 24. O tərəfə keçdi, 24 mənfi oldu. Mənfi 2y bərabərdir 14-dən 24 çıxanda mənfi 10 eləyir. Y də bərabərdir. Mənfi 10-u mənfi 2-yə böldü. Cavab 5 eləyəcək. A variantı doğru cavab variantıdır. Keçək 86-nı işləyək. 86-da da həmçinin deyir 8x üstə gəlinsin 2y bərabərdir 14 düz xəttinin qrafiki. Bu dəfə ordinatı mənfi 5-ə bərabər olan nöqtədən keçir deyir və absisini tapın deyir. Ordinat nədir? Y. Yəni biz nə edəcəyik? Y-ə mənfi 5 verib absisi tapacağıq. Yəni x-i tapacağıq. Y-i gətirək qoyaq burada yerinə mənfi 5. 8x üstə gəlsin 2 vuraq mənfi 5 bərabərdir 14-ə. 8x 2-ni mənfi 5-ə vuranda mənfi 10 eləyəcək. Mənfi 10 o yana keçəcək. Olacaq müsbət 10. 8x bərabərdir 24-ə. X bərabər 24-ü 8-ə bölsəm 3 eləyəcək. Bizdən x-i istəyən absisi istəyirdi. Cavab 3. C variantı olur. Davam edək yenə 87 ilə. 87-də deyir ki, 6x çıx 7y bərabərdir mənfi 2 düz xəttinin qrafiki. Absisi, yəni x-i 2-yə bərabər olan nöqtədən keçir. Bu nöqtənin ordinatını, yəni y-ni tapın. 6x çıxılsın 7y bərabər mənfi 2. Nə qayıracam? X-in yerinə 2 yazacam. Bax, buradan x-i silirəm. Yerinə nə yazıram? 2 yazıram. 12 çıxaq 7y bərabərdir mənfi 2. Mənfi 7y bərabərdir mənfi 2. Bunu o tərəfə atıram. Mənfi 12 eləyir. Mənfi 7y bərabərdir mənfi 14. Y bərabərdir mənfi 14. Mənfi 7-yə böləndə müsbət 2. Deməli, y oldu nə? Müsbət 2. C variantı, düzgün cavab variantı. 88-ə keçək baxaq.
Deyir n-5b, n3-5 nöqtələri OX oxuna paralel olan düz xətlərdir. Bayaq izah elədim sizə. Dedim ki, X oxudur, Y oxudur. Deməli, dedim ki, X-a paralel olan nöqtələr hamısı nədir? Bax, Y bərabər hər hansı bir ədədlər olanlardır. Yəni, Y bərabərdir hər hansı bir ədəd. Bu artıq absis oxuna paralel olan bir deməli düz xətdir. İndi baxaq. Deməli, bu da Deməli, bizim bir konkret bir Y bərabər ədədimiz var. Biz nə etməliyik? Düz xətti tapmalıyıq. Baxıram ki, mənə Y lazımdır da. Baxıram ki, burada Y yoxdur, amma burada Y var. Deməli, nə imiş ədədimiz? Bu, -5 imiş. Deməli, bu Y bərabərdir, -5 olmalıymış. Hər yerdə Y bərabər -5-dir ya. Yəni, bu X oxuna paralel bir xət çəkirəm. Bu -5-dən keçən bir xət çəkirəm. Yəni, burada hər şey -5-dir. X-a nə deyirəm deyim. Məsələn, M nöqtəsində X -5-dir. Y də -5 olmalıdır. Aydındır. B oldu -5, D variantı. Elə hiss elədim ki, bu sualı bəziləriniz tam yaxşı anlamadı. Mən özüm də çünki burada baxdım, biraz əvvəldə belə fikrim qarışdı. Amma sonradan özümü toparladım. Necə? Düşündüm ki, bax təkrar izah edirəm. Düşündüm ki, OX oxuna paralel deyirsə, deməli mənim Y-im konkret bir ədəd olmalıdır. İndi mən Y-imi hardan tapım? Y ikinci yerdə dayanandır. İkinci yerdə dayanan burada yoxdur, B-dir. Amma o birisində var -5-dir. Deməli, bunlar hamısı bir-birinə bərabər olmalıdır. Demirəm, Y konkret bir ədəd olmalıdır. Yəni, başqa şey ola bilməz. Bir dənə ədəd olmalıdır Y. Başa düşdünüz? Yəni, paralel deyirsə, məsələn, OX oxuna paralel deyəndə dedik, Y konkret bir dənə ədəd olmalıdır. Eyni ilə bizdən, məsələn, ordinat oxuna paralel desəydi, orada da X konkret bir ədəd olmalıdır. Yəni, başqa ədədlər ola bilməz. Ona görə burada Y -5-dirsə, deməli, burada da -5 olmalıdır. Yəni, burada da -5 yox, B yazıb. Deməli, B-də -5 olmalıdır. Ona görə D variantı olmalıdır. Məncə artıq bundan sonra heç kimə qaranlıq, heç nə qalmayacaq. 89-a baxaq. Təpə nöqtə. Deyir ki, Y bərabərdir. X kvadratı üstə gəl 4x çıx 2 parabolasının təpə nöqtəsinin koordinatını tapın. Təpə nöqtənin koordinatını tapmaq üçün bayaq da yazmışdım. Bizim konkret düsturumuz var. -B bölünsün 2A düsturu. İndi burada necədir uşaqlar? Mən neynəməliyəm? Şeyləri bilməliyəm də, yəni dəyişənləri bilməliyəm, düzdürmü? Yəni burada x kvadratının qabağında dayanan A-nı bildirir. X-in qabağında dayanan B-ni bildirir. Tək dayanan da C-ni bildirir. X kvadratın qabağında heç nə yoxdursa, deməli orada 1 var. X-in qabağında 4 var. Tək dayanan da ki 2 yox, -2-dir. İndi bax, gətirək qoyaq yerinə. Mənfi B neçədir? 4. 2 vurulsun A. A neçədir? 1. -4-ü 2-yə bölsəm, cavab eləyər -2. Qutardı getdi. Deməli, təpə nöqtəmizin x-i nə imiş? -2. X-i tapdıq. Qaldı Y-i tapmaq. Onu necə taparam? Heç nə, x-i gətirib burada yerinə yazaram, taparam. Yəni, 2-nin kvadratı üstə gəl. 4 vuraq 2, çıx 2. Bu da eləyəcək 8. Deməli, x 2-dir, Y 8. 2, 8 nöqtəsi harada var? Mən nə səhv elədim? Baxın bir dənə, x-in kvadratı 4. -89'dur bu. -2. -2'nin kvadratı 4 edir. Mən səhv hesablamışam axı. 4-ün üstünə 8 gələndə nə eləyir? 12. 12-dən də 2 çıxanda 10 eləyir. Amma yenə alınmır axı. Yox, mən nəysə düzgün eləmədim burada. Gəlin belə, mən səhv eləndə çox üstündə işləmirəm. Silirəm, təzdən işləyirəm. Bax, x-in yerinə 2 qoydum. 2-nin kvadratı 4.
Mənfi 2 qoydum da, yəni. 4-ü mənfi 2-yə vurdum, mənfi 8. Bir dənə də mənfi 2. 4-dən 8 çıxdım. Mənfi 4 çıx 2, mənfi 6. Burada bayaq müsbət 8 yazmışdıq, heç nə olmaz. X müsbət 2, Y mənfi 6. Müsbət 2, mənfi 6 C variantında. Keçdik 90-a. Yenə də parabolanın deyir y bərabərdir mənfi x kvadratı çıxılsın 4x üstə gəl 2 parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Parabolanın təpə nöqtəsinin koordinatları x0-ı tapmaq üçün yenə də mənfi b bölək 2a düsturundan istifadə edəcəyik. Təbii ki, yenə də həmçinin x kvadratının qarşısında a dayanır, x-in qarşısında b dayanır, tək dayanan da nədir? C-dir. X kvadratının qarşısında nə var? Mənfi, yəni mənfi 1 deməkdir o. X-in qabağında nə var? Mənfi 4. Tək dayanan kimdir? 2. Yerinə yazaq. Mənfi b nədir? Mənfi 4. Mənfi b də təbii ki olacaq müsbət 4. Əksin yazırıq da müsbət 4. 2 vuraq. A nədir? Mənfi 1. O da 4 bölünsün mənfi 2, o da mənfi 2 olacaq. Demək ki, uşaqlar, təpə nöqtəmizin x-ı mənfi 2-dir. Təpə nöqtənin x-ını biz nə tapdıq? Mənfi 2 tapdıq. İndi gəlin y-i tapaq. Y-i tapmaq üçün də yerinə yazacağıq. Yenə də mənfi x-in kvadratı. X nədir? Mənfi 2. Mənfi 2-nin kvadratı 4 edir. Çıxılsın 4 vuraq x, yəni mənfi 2. Üstə gələk ki, bərabərdir. Mənfi 4, mənfi 4-ü mənfi 2-yə vuranda müsbət 8 eləyəcək. O da bərabərdir. Ondan 4 çıxanda 6. Mənfi 2, 6. Deməli, x mənfi 2-dir. Y də 6-dır. Mənfi 2, 6 harda var? A variantında var. 91-ə gəlin baxaq. Təpə y bərabərdir 2x kvadratı üstə gəl 4x çıx 6 parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. X0 bərabərdir mənfi b bölünsün 2a. Dedik ki, x-in qabağında dayanan b-dir. Yəni b-ni tapmaq üçün x-in qabağına baxırıq. Mənfi x-in qabağındakı 4-dür. A-nı tapmaq üçün də x kvadratının qabağına baxırıq. O da 2-dir. A 2-dir. 2-ni 2-yə vuranda eləyəcək 4. 4-ü mənfi 4-ə böləndə eləyəcək mənfi 1. Y-i də tapmaq üçün yerinə yazacağım da. Nə yazacağım yerinə? Mənfi 1 yazacağım. 2 vuraq x kvadrat. Yəni mənfi 1-in kvadratı eləyəcək müsbət 1. 4-ü mənfi 1-ə vursam eləyəcək mənfi 4 çıx 6. 2 çıx 4 çıx 6. 2-dən 4 çıxsam mənfi 2 çıx 6 eləyəcəkdir mənfi 8. X0 nədir? Mənfi 1. Y nədir? Mənfi 8. Mənfi 1, mənfi 8 hayanda var. C variantında var. Keçdik 92-yə. Təpə nöqtə. Yenə y bərabərdir mənfi x kvadratı çıx x çıx 4 parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. X0-dan keçdim. Başladım işə. Mənfi b bölünsün 2a. Dedik ki, b-ni tapmaq üçün x-in qabağına baxıram. X-in qabağı boşdursa deməli 1-dir. Amma mənfi 1-dir. Əgər b mənfi 1-dirsə, bu mənfi ilə bu mənfi toqquşacaq, müsbət 1 olacaq. Keçdim a-ya baxmağa. A da x kvadratının qabağında dayanır. X kvadratının qabağı da boşdur, amma mənfisi ilə deməli mənfi 1-dir. İçin də mənfi 1-ə vuranda eləyəcək mənfi 2. Deməli, təpə nöqtəmizin koordinatları mənfi 2-də 1-dir. Yəni, x0 mənfi 2-də 1-dir. Bax, harada var? Burada yoxdur, burada yoxdur, burada yoxdur. A və C variantı da var. İndi qoyaq yerinə hesablayaq. Diqqətlə hesablayacağım. Mən biraz kəsirlərdə həmişə diqqətli oluram. Sizdə də elə tövsiyə edirəm. Çalışın, maksimum diqqətli olasınız. Mənfi
Niyə mənfi qoydum? Burada var deyə. X kvadratı. Mənfi 2-1-in kvadratı eləyəcək müsbət 2-1. Çıx. X, yəni çıx mənfi 2-1. Çıx 4. Bərabərdir. Mənfi 4-1. Bu mənfi ilə bu mənfi toqquşur. Olur müsbət 2-1. Çıx 4. Bərabərdir. Gəlin məxrəcini bərabərləşdirək. Bunu da 2-yə vuraq, bunu da 2-yə vuraq. Eləsin 4-2. Çıx 4. 4-2-dən 4-1-i çıxacam. Niyə? Çünki biri mənfi, biri müsbət olanda böyükdən kiçik çıxıb böyüyün işarəsini yazıram. 4-2-dən 4-1 çıxsam eləyər 4-1. 4-2-nin işarəsi müsbətdir. Çıx 4. İndi baxın. 4-ün məxrəci 1-dir. Məxrəcini bu birisindən eyniləşdirmək istəyirəm. 4 yazmaq istəyirəm. Ona görə 4-ə vuracam. 16 eləyəcək. İndi baxaq. Yenə biri mənfi, biri müsbətdir. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazacam. 4-də 16-dan 4-1 çıxsam eləyər 4-də 15. Böyüyün işarəsi də mənfidir. Yəni mənfi 4-də 15. O da bərabərdir. 15-in içində 4 3 dəfədir. Qalığımız da qalır neçə? 15-dən 12 çıxanda 3 düşür. Mənfi 3-dən 4-də 3. Deməli, x-i mənfi 2-də 1, y-i mənfi 3-dən 4-də 3. O da A variantında olacaq. 93-ə baxaq. Aha, uşaqlar. Grafiki necə qururuq? Baxın, maksimum diqqətlə baxırsınız bura. Birinci növbədə biz dedik ki, A müsbət olanda gülür. İndi A nədir? A x kvadratının qarşısındadır. Düzdür, x kvadratının qarşısında nə dayanıb? 1 dayanıb. Heç nə yoxdursa, deməli 1-dir. Deməli, bunun A-sı 1-dir, yəni müsbətdirsə, deməli bu güləcək. Yəni, qollar yuxarı olacaq. Qolların yuxarı olduğu variantlar da hansı variantlardır? B, C, D variantları. İndi, yox, mən çaşdım. C, D, Y variantlardır. İndi deyə bilərsiniz ki, mən hardan bilim bunlar nədir? Uşaqlar, bunlar x1, x2-lərdir. Aydındır? Yəni, sırf bu nöqtələr var. Bu buradakı 2 nöqtə. Onlar x1, x2-lərdir. Bəs mən x1, x2-ni necə tapım? Heç nə. Necə tapacaqsınız? Təbii ki, tənliyi həll eləyərək tapacaqsınız. Diskriminant nəyə bərabərdir? B kvadratı çıxılsın 4AC. Biz gəlin birinci A-nı, B-ni, C-ni təyin eləyək. Dedik ki, A x kvadratının qabağındakıdır. B x-in qabağındakıdır. Yəni, burada görürsünüz, heç nə yoxdur. Yəni, 1-dir. C də tək başına dayanan bu yazıq mənfi 2C-dir. Qoyaq yerinə hesablayaq. B-nin kvadratı, yəni 1-in kvadratı çıx 4 vurulsun AC. A-nı C-yə vuranda da eləyəcəkdir nə? Mənfi 2. Mənfi 4-ü mənfi 2-yə vuranda müsbət 8, o da eləyəcəkdir 9. İndi x1-i tapım. x1 bərabərdir nəyə? Mənfi B plus minus x1, x2-nin düsturu belədir. Kök altında D bölünsün 2A. İndi x1-i tapanda mənfi B. B nədir? 1. Olacaq mənfi 1. Bir dəfə üstə gələcəm. Nəyi? Kök altında D. D neçədir? 9. Kökün altına salsam olar 3. Bölünsün 2A. A nədir? 1. 2-yə vursam nə olacaq? 2. X2-də nə olacaq? Bəs mənfi 1 çıxacam diskriminantın kök altısının, yəni 3-ü böləcəm 2-yə. İndi baxaq, 3-dən 1 çıxsam 2, 2-yə bölsəm 1, mənfi 4-ü 2-yə bölsəm mənfi 2. Deməli, x1-i 1 imiş, biri mənfi 2 imiş. Bax, görürsünüz bu 0-1'dir, bu olmaz. Görürsünüz bu mənfi 1 müsbət 2'dir, bu da olmaz. Amma bu mənfi 2 müsbət 1'dir, deməli bu olacaq. Bir dənə də sizə bir şey deyim. Biz bayaqdan x0'ı tapmaq üçün mənfi b bölü 2a düsturundan istifadə edirdik ya. Əslində x0'ı tapmaq üçün x1 ilə x2-ni toplayıb yarıya böləni də tapa bilərik. Yəni ki, məsələn, bunun x0'ı nədir? Mənfi b. Yəni, mənfi 1 bölünsün 2'dir. B ilə a-nın yerinə qiymətlərini qoydum. Mənfi 2-də 1 oldu. Əslində, bax, belə də tapa bilərik. 1 ilə mənfi 2-ni toplayanda eləyər mənfi 1, yenə də mənfi 2-də 1 oldu. Yəni, x0'ı tapmaq üçün lazım olanda bu düsturdan istifadə edin, lazım olanda bundan istifadə edin. Yəni, alın, qoyun başınızın içinə bu qaydaları lazım olanda
yerinə görə istifadə edin. Yazın, yəni qayda dəftərinizə yazın. Yenə bax burada. A-sı nədir? X kvadratının qabağında dayanan. Heç nə dayanmayıbsa 1-dir. B-si nədir? X-in qabağında dayanan. Heç də dayanmayıbsa 1-dir, amma mənfi 1-dir. C-dəki tək dayanan mənfi 6-dır. İndi baxın uşaqlar. Mən burada A müsbətdir də, düzdür. Müsbət olduğu üçün qollar yuxarı olacaq. Qolların yuxarı olduğu variantda mən Y-ni görmürəm. Y-yə sonra baxaram da, bəlkə elə A, B, C, D-nin hansısa biridir. Bax, bunu sildim. İndi bax, X1, X2-ni tapmalıyam mən, düzdürmü? Bunun üçün diskriminantı tapıram. Diskriminant bərabərdir. B kvadratı çıxılsın 4AC. İndi bax, B. 1 çıx. 4 vurulsun. A-nı C-yə vuranda da eləyəcək mənfi 6. Mənfi 4-ü mənfi 6-ya vuranda müsbət 24. 24-ün üstünə 1 gəlsəm 25 olacaq. 25. X1 bərabərdir. Mənfi B. Plus kök altında D bölünsün 2A. Mənfi B. B özü mənfi 1-dirsə mənfi B olacaq, müsbət 1. Üstə gəl. Kök altında D. 25-dən kök alanda 5. 2-ni də A-ya vuranda 2. X2-ni də tapanda 5-i çıxacam. İndi mənfi 3, müsbət 3, mənfi 2 haradadır? Bax, elə bir ki, müsbət 3, mənfi 2 olan variantı götürəcəm. Bu da hansıdır? Gəlin bir dənə baxaq. Y variantı şey görsünüz. Ay uşaqlar, biz birin müsbət 3 aldıq, birin mənfi 2 aldıq və qollar da dedik ki, yuxarı Y variantıdır. Sizə əlavə bir şey demək istəyirəm. Böyük ehtimal ki, irəliləyən testlərdə qabağımıza çıxacaq. Yeri gəlmişkən deyim. Ay uşaqlar, əgər biz diskriminantı tapırıq da bayaqdan, düzdürmü? Əgər ki, bizim diskriminantımız nə idi? Əgər ki, bizim diskriminantımız mənfi olarsa, onda biz X1 ilə X2 necə tapacağıq? Tapa bilməyəcəyik də. Əgər bizim diskriminantımız mənfi olarsa, onda bizim parabolamız elə dayanmalıdır ki, o X-oxun kəsməsin. Məsələn, buradakına baxın, görürsünüz, X-i heç yerdə kəsməyib. Deməli, bunun diskriminantı mənfidir. Gördünüz? Amma məsələn, belə dayana bilməz. Çaşmayın burada. Niyə? Çünki bunları uzadanda gəlib X-i oxunu kəsir. Deməli ki, bizim diskriminantımız 0 olanda elə etməliyik ki, bax, o X-oxun kəsməsin. Bax, bu məsələn X-oxun kəsmir. Bu X-oxun kəsmir. Yəni, X-in üstündən gəlib keçməsin. Məsələn, burada görürsünüz, X-dan gəlib keçir. Məsələn, burada gəlib X-dan keçir. Bunun diskriminantı X1, X2-si var. Amma görürsünüz, bu X-dan gəlib keçmir. Deməli, bunun diskriminantı mənfidir. Və görürsünüz, bu X-dan gəlib keçmir. Görürsünüz, X-oxu aşağıdadır, qrafik yuxarıda. Heç qrafiklə X-oxunun bir ortaq nöqtəsi var? Yox, gəlib heç buna çatmır. Deməli, bunun da diskriminantı mənfidir. Deməli, diskriminantı tapmayanda nə edəcəyik? Yəni, X-i kəsməyən bir variant seçəcəyik. Orada elə bir ki, X1, X2 falan olmasın. 96-ya baxaq, gəlin. Qiymətlər çoxluğunu deyir, tapın. Aha, əla. Qiymətlər çoxluğu nədir? Bax, mən bunun qrafikini quraraq sizə göstərəcəm. Y bərabərdir X kvadratı, 95-ə baxırıq. Çıxılsın 4X, üstə gəlsin 9. Funksiyasının qiymətlər çoxluğunu tapın. Uşaqlar, qiymətlər çoxluğu Y deməkdir. Yəni, mən baxım görüm, bu Y hansı qiymətləri alır. Mən nə edəcəm? Birinci, təpə nöqtəsinin koordinatını tapacağım. Yəni, X0. X0-ı tapmaq üçün mənim düsturum var idi. Mənfi B bölünsün 2A düsturu, düzdürmü? İndi mən A əmsalım X-in qabağında dayanandır, yəni 1-dir. B əmsalım X-in qabağında dayanandır, yəni mənfi 4-dür. C-dəki sərbəst dayanan, yəni 9-dur. Bunu aldım, qoyuram yerinə. B mənfi 4-dür. Mənfi B-nin yerinə onda müsbət 4 yazacağım. 2 vurulsun A, A 1-dir. 2 vur 1, 2. Bu da bərabər 2 olacaq. Deməli, mənim təpə nöqtəm
təpə nöqtəmin elə bil ki, x olacaq 2. İndi gəlin y-nə baxaq. Y-i də tapmaq üçün bayaqdan bu təpə nöqtəsinin koordinatlarını milyon dəfə yazmışıq. X-in yerinə qoyacağam, 2 qoyacağam. 2-nin kvadratı 4. 4-ü 2-yə vuranda 8, çıx 8, üstə gəlsin 9. 4-dən 8 çıxanda -4 üstünə 9 gəlsəm nə eləyəcək? 5. Deməli, y oldu 5. Aha, bax bu nöqtəni özüm üçün qeyd elədim. İndi bir dənə məsələ var. Mənim qollarım yuxarı olacaq, yoxsa aşağı? A müsbət olanda demişik ki, yuxarı olsun. Baba, belə. Fikir verin uşaqlar. Kəsmir. Deməli, bunun diskriminantı mənfidir. Gəlmədən yoxlayaq. Diskriminant b kvadratı çıx 4ac. Həqiqətən baxın, gördünüz mənfi alındı. Yəni, bax, qısaca yadda saxlayırsınız. Qollar görürsünüz, gəlib bu parabola gəlib x oxunun üstündən heç keçmədi. Keçmədisə, deməli, diskriminant mənfi olacaq. Bunu özüm əlavə olaraq sizə dedim ki, bayaqçı qaydanı daha da möhkəmləndirəsiniz beyninizdə. Neysə, biz deyiləməli, qiymətlər çoxluğunu tapırıq. Deməli, uşaqlar, qiymətlər çoxluğu y-in aldığı qiymətlərdir. Mən baxıram. Bax, bu y 5-i alıb, düzdür? Heç 5-dən aşağı qiymətləri alır. 5-dən aşağıda bu parabolamız buradadır da, göydədir yanıb. Heç 5-dən aşağı qiymət alır bu? Yox. Amma 5-i alır. Məsələn, 6-ya baxın, 6-da var. 5-dən yuxarı hər şeydə var. Yəni 5-i alır və 5-dən böyük qiymətləri də alır. Deməli, bu 5-dən müsbət sonsuzluğa qədər qiymətlər alacaq. 5-in özünü də alacaq. Hansı variant? B variantı. İndi gəlin 96-ya da baxaq. 96. Yenə də mən deyir ki, y bərabərdir x kvadratı üstə gəlsin 4x, üstə gəlsin 2 funksiyasının qiymətlər çoxluğunu tapım. Mən nə edəcəm? Birinci fikrimdə ABC-ni tapım. A x kvadratının qabağında, b x-in qabağında, c tək dayanandır. İndi x0 bərabərdir. Mənfi b bölünsün 2a. Mənfi b nədir? 4. A nədir? 1. 2-ni 1-ə vuranda 2. Mənfi 4-ü 2-yə bölsəm mənfi 2. İndi baxıram. Y-in 0-ı da tapmaq üçün x-in yerinə qoyacam, mənfi 2-ni qoyacam. Bax, x-in yerinə mənfi 2-ni qoyuram. Mənfi 2-nin kvadratı 4. 4-ü mənfi 2-yə vursam, mənfi 8 üstə gəlsin 2. 6-dan 8 çıxanda da nə eləyəcək? Mənfi 2. Deməli, uşaqlar, mən nə edirəm? Qrafik qururam. Qrafiki qurmaq üçün x-in və y-in hər ikisindən mənfi 2-ni götürəcəm. Mənfi 2, mənfi 2 götürdüm. İndi qollar yuxarı olsun, aşağı. A-ya baxacam. A müsbətsə deməli ki, qollar yuxarı olacaq. İndi fikirləşək. Baxın, y mənfi 2-dir də burada, düzdürmü? İndi parabolamız mənfi 2-dən yuxarıdadır, yoxsa aşağıda? Yuxarıda. Deməli, mənfi 2-dən yuxarıdakını hər şey alacaq. Amma mənfi 2-dən aşağını ala bilməz. Deməli, mənfi 2-nin özünü ala bilər, kvadrat mötərizə. Mənfi 2-dən yuxarı. Yuxarı nədir? Müsbət sonsuzluqda. Bu müsbət istiqamətdə. Aşağısıdır da. Mənfilər aşağıda, müsbətlər yuxarıda. Deməli, bu mənfi 2-dən müsbət sonsuzluğa qədər. Hansı variant? C variantı olacaq. 97. Çox asan sualdır. Çox asan sualdır. Biz bayaq demişdik. Demişdik ki, A-nın işarəsini təyin etmək üçün qollara baxırıq. Qollar bax yuxarıdır. Deməli, A nədir? Müsbətdir. A-nın müsbət olduğu variant Y və C variantıdır. İndi biz bu qrafikə əsasən A və C-nin işarəsini təyin etməliyik. Və bayaq mən sizə demişdim ki, sərbəst dayanıb bu C, Y-i kəsdiyi nöqtə. Y-i kəsdiyi nöqtə, bu nöqtə var ha. Bu müsbətdir yoxsa mənfi? Müsbət. Deməli ki, C də müsbətdir. Doğru cavab C variantı. 98. Y bərabərdir ax kvadratı plus bx plus c funksiyasının qrafikinə görə A və C üçün verilənlərdən hansı doğrudur? Bax, qollar yenə yuxarıdırsa, deməli A müsbət olmalıdır. Mənfi olan variantları sildim. İndi gəlirəm C-ni, yəni C-ni tapmaq üçün də parabolanın Y-i kəsdiyi bax bu nöqtəyə. Y-in elə bir ki, üstündən nə vaxt keçir bax buradan. Bu müsbətdir yoxsa mənfi? Mənfi. Deməli ki, C də mənfi olacaq. C-nin mənfi olduğu D variantındadır. Son iki tapşırığa da baxaq, sonra yekunlaşdıraq. Mən də gedim yatım.
Saat neçədir? Saat 2 keçdi 20 dəqiqə. 99. Fx bərabərdir x kvadratı çıx 4x üstəgəl 6 funksiyasının qiymətlər oblastını tapın. Deməli, fx bərabərdir x kvadratı çıx 4x üstəgələ 6. Nə edəcəm? Yenə x0 tapacam. Mənfi b bölünsün 2a düsturu ilə. Bunun a'sı x kvadratının qabağında, b'si isə x-in qabağında dayanıb. B özü mənfi 4 isə mənfi b-nin yerinə müsbət 4. Yəni, mənfi b deyəndə həmişə əksin yazırsınız da. 2-ni a'ya vuranda 2 cavab eləyəcək ki. İndi y0-ı tapaq. X kvadratı, yəni 2-nin kvadratı çıx. 4 vuraq 2, üstəgəl 6. Bu da eləyəcək ki. Gəlirəm. X-da və y-də hər ikisində 2-ni tapıram. İndi bunun a'sı müsbətsə qolları yuxarı gedir. Görürsünüz? Yenə kəsmir. X oxunun üstündən keçmir bu. Deməli, bunun da diskriminantı mənfidir. Nəsə, indi məsələmiz o deyil. Söhbətimiz başqa şeydir. Qiymətlər çoxluğu y-in aldığı qiymətlərdir. Bax, y. Qiymətlər çoxluğu deyəndə mən y-ə baxıram axı. Y oxunda. 2-dən, baxın, y-in qiyməti 2-dən. Qrafik 2-dən yuxarıdadır, yoxsa aşağıda? Yuxarıda. Deməli ki, bu 2-dən böyük qiymətlər alacaq. Yəni, 2-dən müsbət sonsuzluğa qədər 2-nin özündə ala bilər C variantı. Və 100-cü tapşırığımızı yazaq. Fx bərabərdir x kvadratı çıxılsın 6x üstə gəlsin 12. Yenə də bunun a'sı x kvadratının qabağında, b'si x-in qabağında, c'si isə tək dayanandır. X0-ını tapmaq üçün mənfi b bölünsün 2a düsturundan istifadə edirəm. B mənfi 6-dırsa, mənfi b müsbət 6 olacaq. 2-ni də a'ya vuranda 2, cavab olacaq 3. İndi x-i gətirək, burada yerinə yazaq, y0-ı tapaq. 3-ün kvadratı 9, çıx 6 vuraq 3, yəni 18 üstə gəlsin 12. 9 üstə 12 gələndə 21-dən də 18 çıxsam, eləyər cavab 3. Deməli, gəlirəm bura. X-də 3, y-də 3. A 1-dir, yəni müsbətsə qollar yuxarı. Yenə baxıram bura. Nə istəyir məndən? Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu deyənə nəyə baxıram? Y-ə. Y oxunda D3. 3-dən, qrafik 3-dən yuxarıdadır da. Deməli, 3-dən müsbət sonsuzluğa 3-ün özündə ala bilər. Cavab D variantı olmuş oldu. Belə uşaqlar, 50-dən 100-ə qədər olan testlərin izahları bu qədərdir. Videonu bəyənib, rəy bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Əgər videoda mexaniki səhvə yol verdimsə, çox üzrlü hesab eləyin və qeyd edeyim ki, əlaqə nömrəsi yuxarıda göstərilib 050 874 88 67. Mənim ödənişsiz WhatsApp qrupuma qoşulmaq üçün mənə yazın, mən sizi qrupa əlavə eləyim. Həmçinin əlavə olaraq onlayn və ya əyani hazırlığı üçün də mənə yazın, mən sizə ətraflı şəkildə məlumat göndərim. Hələlik.